Salam. Bugün sizinlə birlikdə makyajımı bu arada eləmişəm. Necə buldunuz? Yorumlarda yazarsınız. Sadəcə konsealer istifadə eləməmişəm. Gəlin birlikdə konsealer istifadə edək. Amma konsealer istifadə eləməmişdən əvvəl sizə bu iki məhsulu göstərəcəm. Biri Tarte, diğeri isə L'Oreal. Bilirsiniz ki, bir-birinə oxşar sayılır. Uyğun qiymətli olaraq bunu alırlar, bahalı olaraq isə bunu alırlar. Gəlin indi üzdə duruşuna baxaq görək, ikisi arasında fərq varmı? Belə bir başlığı var. Bu hissəyə Tarte vuracağım. Mən Tarte'ı çox sevirəm. Gəlin indi L'Oreal'ı yoxlayaq. L'Oreal da Tarte kimi eyni başlığa sahibdir. Görürsünüz. İndi gəlin bu hissəyə də L'Oreal. Və eyni qədər vururam ki, ikisi də bir-birindən çox fərqlənməsin. Baxın, ikisini də istifadə elədim. Bu üzümdə Tarte, bu üzümdə isə L'Oreal var. Məncə ikisi də möhtəşəmdir. Doğrudan da mən hər zaman əlimin getdiyi, gündəlik istifadə elədiyim L'Oreal'ın bu məhsuludur. Çox qəşəngdir. Bunun qiyməti 22 manatdır. Tarte'ın qiyməti isə 80 manatdır. Siz hansını bəyəndiniz? Daha doğrusu belə tutdum, çünki bu gözümdə Tarte, bu gözümdə isə L'Oreal var. Siz tərəfinizi seçin. Yorumlarda bunu mənimlə paylaşın, görək siz hansı tərəfi seçdiniz. Öz fikirlərimi deyim, şəxsi fikirlərimi. Məncə ikisi arasında çox da böyük bir fərq yoxdur. Sadəcə bu elə bilirəm ki, biraz az istifadə etmək bəs eləyir, çünki çox ağırdır. Bu isə daha homojen, daha bütünləşmiş kimi durur. Siz nə fikirləşirsiniz bu haqda? Əgər belə videoları bəyəndinizsə və çəkməyimi istəyirsinizsə qarşılaşdırma videoları, bunu da yorumlarda mənə bildirin. İndi isə hazıram. Məncə ikisi arasında çox fərq olmadı deyə belə də davam eləyə bilərəm həyatıma. Təşəkkür edirəm.